Hamıya salam dostlar. Bu gündən sizlərlə bərabər gördüyünüz kimi çox qəşəng bir videodan qarşınızdayım. Gördüyünüz kimi Brawl Stars oynayıram. Biraz əsəbiyəm dostlar, çünki bu videoya baxsaz bilərsiniz. Yüngülvari ekibə əsəbləşmişəm. Və ekib də nə edir? Kulübə baxsıram, kulüb yoxdur. Yəni kulüb yoxdur. Kulübü axtaracağam. YouTuberlər adında kulübü yazdım. Hətta bir dənə emojisi var idi, o da buydu. Ara deyirəm, kulüb çıxmır. Allah Allah. Legend Nail'in hesabına girirəm. Bir də kupası 36.000 olub, 101 karakter olub. Ona mən buradan təbrik eləyirəm. Küs olaraq da. Legend Nail Azərbaycan kulübündədir. Allah Allah. Nəsə qəribədir. Niyə belə oldu görəsən? Yaxşı, My Stars'a baxmasaq da olur. Çünki My Stars hər dəfə kulübü dəyişir. Mən zorla kulübü alırdım. Amma yenə də kulübü dəyişirdi. Tamam, Yusuf Game'a, Yusuf Game'a da baxsaq, Hero Legend kulübündədir. Sən demə dostlar, mən bu hala baxandan sonra Legend Nail'dən soruşdum. Legend Nail'in cavabı nə olsa yaxşıdır. Belə deyib dostlar. Kulübdə səs soraq olmadığı üçün məcbur kulübü dağıtdım. Çünki kulübdə heç kim danışmırdı. Yarpaq belə qımıldamadığı üçün kulübü dağıtdım. Hay atama. Bu mənə biraz əsəbləşdirdi. Amma çox əsəbləşdirmədi. Yəni, çox əməllicə əsəbləşmədim də. Düzdür, kulübün də başqanı idim. Amma sonradan özüm qərara gəldim ki, mən Kudemli üyəyə düşüm. Bunlardan küstüyüm üçün də məni kulübdən atdılar. Kulübdən atandan sonra da kulübü dağıtdılar. Neysə. Bunlarla mən çox əməlli, gözəl münasibətim də yoxdur. Yəni ki, arada söhbət eləyirik də, yəni. Neysə. Keçək videomuzun konusuna. Videoda nə edəcəyik? Bu videoda dostlar, nəhayət ki 0 kupalı karakterlərə kupa qazanacağıq. Amma hansılarına? Baxın, cümləyə fikir verin. Hansından demirəm, hansılarına deyirəm. Yəni ki, birdən çox karakterlərə qazanacağıq. Deməli, birincisi Sirius'a qazanacağıq. Sirius'a özü 2000 kupa qazmağı planlayıram. Hətta Lilia'da 2000 kupa qazmağa çalışıram. Yəni hal-hazırda 1204 kupadır. Hər neysə, buradan ən az kupaya gəlirik. Tamam, bir dənə Sirius oynayacağıq. Bir də Kit oynayacağıq. Və bir də Feng oynayacağıq. Yəni bu videoda həm Sirius'a, həm Kitə, həm də Feng'ə kupa qazanacağıq. Amma çox da yox abi, az kupa. Amma sonradan özüm çoxlu kupa qazanacağam. O qədər kupa qazanacağam ki. O zaman mən birinci Sirius'dan başlamaq istəyirəm. Bunun səviyyəsini artıraq. O qədər güc puanı ilə altından var. Artır. 6, 7, 8, 9 bəs. Tamam. İndi mən dostlar bu aksesuarı alacağım. Bəli, əşya olaraq da kalkan və yıldız gücünə gəlirik. Mən də bunu alıram, 2 qatqı sağlayır. Bəli, Sirius'umuz hazır. O zaman ilk oyunumuza girə bilərik. Bir də mən neçə vaxtda kupa qazmıram. Yəni, Brawl Stars'dan biraz sıxılmışdım. Çox da oynamaq istəmirdim. Hər neysə, bir də Brawl Pass'də 15 gün qalıb, mən hələ 42-dəyəm. Neçə vaxtda oynamırdım. Bunu 60-a qədər gətirib, sizə də inşallah çəkə bilsəm videosunu da çəkərəm. Amma yalnız. Neysə, başlayaq. Çox uzaqdır. Sirius deyir, heç bilmirəm. Yəni, mən bildiyimlər odur ki, ulti doldurucu, ultini işlədə bilmirəm. Belə qəribəlik də var. Aha, sən gəl bura. Sən öldün. Amma çox da yaxşı bilmirəm, amma gölgəl. Çox əməlli bilmirəm, bu ulti niyə bağlanır. Tamam, bir də bildiyim var ki, bir nəfər adama vursam, ondan sonra aksesuar deyirəm, ultidə. Ultim olacaq ki, gördüyünüz kimi. Hər adama vursam ultimin adam
Gölgə çağırma sayı artır. Aha 3. Mən bilən maksimum 3-dür. Ona görə çağıra bunları. Hoppa. Hop 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 hop. Öldürdülər o. Oha. Ne güclüyorlar. Birini de çağırdı. Canım gel lan. Gel. Ya. Uca bitti oyun. Yani Sirius'la kupa kasmaq çox asaddır. Təkrar oynayıb basacağım. Kupa kasma vaxtıdır serisindəyik. Yəni neçə vaxtı atmırdım. Yəni buradan görərsiniz. Bilmirəm neçə ayda atmıram. İkinci oyunumuz. Bir də dostlar, siz çox istəsəniz ki, mən ekiblə barışım. Onda barışa bilərəm. Barışma şansım var. Bəli. Yəni siz çox istəsəniz ki, ekiblə barışmağımı, o zaman barışma şansım var. Bilmək olunur bu arada. Sən yabra, sən yabra, sən yabra. Sən yabra gel. Yabra gel. Hey. Öldüm. Nita alıyorlar. Bunları ala bilərəm. Almadım. Yaxşı. Nita gel lan. Sənlə yüklərimi oğurladın. Aha. 3 dənə kolt. Gəlin dalımca. Marş irəli. Sağ əlinizi də qabağa tutsaydı nə yaxşı olardı. Marş irəli olardı. Oha 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 oha. Oha. Ama öldüm. Belə şans olur. Neyse. Olan şeydi. Oha 5. oldum. 6 kupa verdi. Yuh. Tamam. O zaman mən kupa kasmağa başlayıram. 1 million zillion jillion dillion cotillion times later. Bəli dostlar, son bir oyun. Bunu da başladıram. Sirius'la birinci oyunu bitiririk. O zaman getdik. Sirius'a 120-130 kupa kastım. Bu da çok asan oldu. Yani 5-10 dəqiqədə bitirdim ucu. Çünkü kupa daha çok gəlir. 13 kupa gəlir. Əvvəl maksimum 10 kupa gəlirdi. Şimdi maksimum 13 verir. Hatta kazanma serisi də yani daha çok verir. Getdik. Marş irəli. Yox, gördüğünüz o dəqiqə dondurdu. Bakın, hiç eləmədim mən. Ben öldürün onu. Aha, getdi olardı. Yəni oyun çox asandır Sirius'la. Yəni oyunu bitirə də bilərik. Baxın dostlar, oyun bitdi. Heç eləmədim mən. Bəli, son oyunumuzu da bitirdik. 20 kupa verdi. Kazanma serisindən də 7 kupa. İndi çıxışa bastım. 34 kupa. Destansı oldu. Ayda kaos da atacaq da. Efsanevi və ultra olsa çox sevinərəm. Destansı. Bu olsun da. O qədər əziyyət çəkirəm. Destansı oldu. İkisi də destansı oldu. Nə maraq qaldı ki. Çıx da bir gizemliyə, efsaneviyə mənə karakter ver də. O biri youtuberlər gələndə çox karakter versin, mən heç vermirsən. Aha, 900 elmasım da oldu. Və 47-yə atlandıq. Çox qəşəng. Çox qəşəng, çox qəşəng. Çox bomba. Nice tartmış. Deməli, Sirius'la qurtardıq. İndi keçək başqa karakterə. İndiki karakterimiz dostlar, Kit mi olsun, Fang mı? Fang olsun. Artıraq səviyyəsini, dəli kimi. 7, 8, bu da 9. Okey. İndi mən bunu almaq istəyirəm. Çünki üstünə gəlib riski dondurub öldürə bilər. Sonra buradan da bunu alıram seri tekme. Bir adam öldürəndən sonra təzdən ultisi dolur. Bəli, Fang'ı da seçdik. Fang'la da 1-2 oyun sizlə ataq, ondan sonra təzdən kasacağım. Kupamız hələ ki 35.778. Hadi bakalım.
Zengin hesap. Gel lan. YouTuberlər işlədir, o zengin hesabdır, fakir hesabdır. İndi mən işlədə bilmirəm. İnşallah siz də abunə olun, mən də eləyərəm. Mən də zengin hesabda dali kimi pul vura bilərəm. Amma siz abunə olsanız, abunə olmasanız necə eləyim? Sən gəl bura. Sən gəl bura. Aha. Öldün ki. Ahmet Pro. Gəl lan. Allah işte. Hadi gül kimi dolacaq bu ulti. Mən niyə belə bir şey elədim ha? Oha 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 oha. Oha nasıl sen çox oldun ha. Sen əməlli çox oldun. Oy öldüm. Aksesuar değiştireceğim. Dəqiqə ultimdə olsun, ultimdə olsun, ultimdə olsun. Aha. Calla. Ayda. Atdı yeməni bura. Tuzaq qurdu mənə. Oha, 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 oha. Canını doldurdu, hələ dolduramadım. Aha, tamam. Doldura bilirəm. Səbirli olaq. Səbirli. Siya öldün. Birinci oyunumuzu oynadık. Ucu oyunu çıxdı. Ucu 35.800 oluruq. Bir oyunda oynayaq. Akif Frans sürətləndir zəhmət olmasa. Ucu. Ne kadar hala çok da oldu ya. Sen gel. Öldü. Bəli dostlar, bu oyunu da tamamladığımıza görə artıq mən yalnız oynayacağam. Bəli, bir də 35.800 olduğu üçün çox qəşəng. 75 years later. Bəli dostlar, Fengə də biraz abartı kupa kastım. Yəni 171 kupa kastım Fengə. İndi çıxışa bastım və 171 kupa. Bəli, 35.949 kupa oldum. Uji. Bəli dostlar, Legionel alimə keçmişdi və sevinirdi. Və ondan çatdıram. Amma çox düz kupa kastım. Sıradakı karakterimizə də kupa kastım. O zaman Kita. Bəli. Sıradakı karakterimiz Kit'ti. Bunu da bir artıraq səviyyəsini 6, 7, 8, 9, bu da 10. Bəli. 10 səviyyə elədim. Bunu alacağım, karton budur. Lan çaşıb sürət halda. Gecə aç. Bunu alacağım. Əlim dəydi dostlar. Üzürlüsə. Ona görə boşa getməsin. Məcbur bunu işlədəcəm. Sonradan dəyişəcəm bunu. Bəli, 10 səviyyəli kit. 10 səviyyəli. Buna bilmirəm necə kasaram. Yəni 200 kupa kassam 36.149 kupa olacağım. Orada Maesters oynayır. Maesters necə kupada görəsən? 27.419 kupa. Edgar'ı Prestige 2 edib. Mən də Lili ilə Sirius'u Prestige. Ona görə də takipdə qalın. Çox uzatdım. Başlayaq. Bastım oyunu. İlk oyunu da yenə sizlərlə oynayıram. İnşallah dostlar 40.000 kupaya qədər kasacağıq. Ona görə 0 kupalı karakterləri çox oynayacağım. Amma bir videoda yox da, bir videoda 3 danasını. Bir videoda 3 daha karakter oynayacağıq. Bu da Kit çox yaşaydı. Kit yəni çox güclü karakterdir. Yəni həm vurması çox tezdir, Edgar kimidir, həm vuruşu sadəcə bir dənəsi yox, 3 dənəsinə vurur, məsələn 8 dənəsinə də vurur. Yəni çoxlu adama vurur da, yəni tək insana yox. Yox, ikinciyəm. Dostlar, bu qədər tez fikirləşmirdim.
Ucu ikinciyəm. 10 səviyyəliyəm və 10 yüklüyəm. Son adam hardadır? Burada. Heç aksesuarı işlədə bilmədim. Yox, bitdi. Bu qədər asandır. İndi mən belə kitab çox baxacağam, yəni 5 nəfər öldürmüşəm. Oha. Bu oyun isə çox tez oldu, ona görə təzədən başlayacağam. Bir də bu video çox uzun oldu. Uzun. Demək Demək olar ki, yarım saatlıq kupa kasıram və yarım saatda bu qədər tez kupa kasmağı mən belə fikirləşmirdim. Yəni çox tez kupa kasırım və kupa kasma vaxtıdır serisində mən əvvəlki seridə dostlar mən çox çətin kupa kasırdım. Ancaq burada şap eləyirəm, hamısı gedir. Bir baxın, 5 yük. Nəfərdə adam öldürəcəm, gəl bura görün. Yox, sən də öldün. Sən də öldün. Yox, 8 yük. Sən də gəl. Yox, bu da getdi. Çox asandır dostlar. Ucu 9 yükümüz var. 4 nəfər qaldı. Yəni o birisi adamlar hardadır. Buna bir nəfər gördüm. Gözümə nəsə dəydi. Aa, sağda. Gedirik. Getdi mən üstünə. Bir daha olsam öldüm. Yox. 12 yük. Ultimdə olsun, Bonnie də öləcək. Gel lan. Gel. Öldün. Bu kadar asan. 2 dəqiqədə 2 oyun utdum. Yani 27 kupa kazandım. Çok asandı. Özü yine 5 nəfər öldürdüm. Bəli, 36.000 kupaya doğru geri. Hadi bakalım. 6.5 hours later. Bəli dostlar, kitə biraz çox kupa kastım. Toplamda 257 kupa kastım dostlar. Bəli dostlar, 257 kupa bir yerdə görəcəksiniz. Yəni bayaq 130 kupaydı, sonra yenə 170 kupa oldu. İndi 250 kupa, yəni üst-üstə çoxlu gəldi. İndi çıxışa bastım və daha 500 mega görəsən. 257. Ver bunu. Aha. Buffett görevi var idi mega görevdən. Nə çıxacaq? Liliyə ver. Şeyliyə verdi. Tamam. Sıkıntı yok. Aa, 257 və 5000. Bəli, 36.206 kupayıq və 52-ci qədəmədəyik. Yəni 60-a çox az qaldı. 911 də elmasımız var. Və gördüyünüz kimi Legend ilə yenidən keçdik. Bəli. Sizcə bu seriyə davam eləsin. Yəni mən daha çox kupa kasım, yoxsa mən davam eləmək istəyirəm seriyə. Çünki maraqlı seridir. Bir dənə də efsanəvi qutumuz var və sonrakı hədəfi isə 36.400-dür. Sizcə dostlar, mən Sirius'u və ya Kit'i bir də Fengming pay eləyəm, yoxsa yarıda qalan Lilini 2000 kupa eləyim. Onları inşallah da deyirsiniz. Mən Liliyə biraz da kupa kasacağım. Bəli dostlar, yorucu videomuzun da sonuna gəldik. Demək olar ki 50 dəqiqədir və ya 1 saatdır ki video düzəltməyə çalışıram. Yəni dostlar, 50 dəqiqə və ya 1 saatdır ki bu videoyu çəkməyə çalışıram. Bir də kupa kasmağa çalışıram. Yəni çoxlu və 10 dənə kazanma serim var idi dostlar. 10 dənə. Yəni fikir verirsiniz, 10 dənə. İndi qalıb 3 dənə. Çünki uduzdum. Bəli. Amma dostlar, çox tez kupa kastım. Yəni 50 dəqiqəyə görə mən 35.600-dən 36.200-ə çıxdım. Yəni ki dostlar, 1 saata 600 kupa kastım dostlar. 600 nədir axı? Yəni bu karakterlərə də başqa 0 kupalı karakterlərə də birdən-bir 600 və ya 1000 kupa kasmağımı istəyirsinizsə 600 kupaya 3 like atın, 1000 kupa istəyirsinizsə 5 like atın. Bunları da mən kasaram sizin üçün. Bəli, elmasımız da 911 oldu. 1000-ə də çox az qaldı. Hədəfimiz də 1000-dir. Bir də abunə olun da dostlar. Heç biriniz abunə olmursunuz. Mən sizin üçün bu qədər əziyyət çəkirəm. Siz abunə olmursunuz. Bu arada Brawl Pass'i də 60'a gətirməyə qərar verdim. Amma indi yox, sonralar.
Çünki 15 gün qalır. 15 gündəki mən hələ aşamalı görevini eləməmişəm. Yəni 1000 jeton verən aşamalı görevini eləməmişəm hələ. Yəni bunu da eləyəcəm. Pulları da artıracam və 60-cı kademiyaya qədər də çıxacam. Bəli dostlar, bu videomuz da bu qədər idi. Umarım ki, videoyu bəyənmişsinizdir. Əgər bu videoyu bəyəndinizsə, aşağıdan videoya like atmağı, abunə olmağı və bildirimlər açmağı unutmayın. Belə videoların daha çox gəlməyini istəyirsinizsə, bu videoya like atın. Sağ olun, salamat qalın. Bir dahaki videolara qədər bye və may bye.